Siz daha yaxşı bilərsiniz. Mən bildiyim qədərilə zamanında antidepressantlar reseptsiz buraxılmırdı apteklərdə. Və indi artıq antidepressantlar deyək ki, geniş satışa çıxandan sonra belə bir anlayış var ki, antidepressant qəbul edəcəm, erkən boşanmadan, cinsi zəiflikdən azad olacam. Bu nə dərəcədə düzgündür? Bütün dərman preparatları yerində işlənəndə çox ləzzətli olur. Niyə? Dərman preparatı yerində işləməndə ləzzətli olur. Ümumiyyətcə, birincisi, əgər antidepressantdan istifadə etmək lazımsa, onu mütəxəssis təyin etməlidir. Çünki bugün kütləvi surətdə təyin olunan antidepressantlar bir neçə ildən sonra cinsi zəifliyin yaranması deməkdir. Cinsi fəaliyyətin pozulması deməkdir. Eyni zamanda hansısa bir insanda dərman asılılığının yaranması deməkdir. Ona görə də bu dərman preparatını təyin edən həkim bilməlidir ki, dərman preparatını mən təyin etmişəm, hansısa kurslarla bunu qəbul edib, müəyyən bir vəziyyətdə çıxış yolu əldə etmək lazımdır. Dərman preparatlarının qəbulu yerində işlənməlidir. Ağlıma gəldi, istəyirəm, ürəyimdən keçir, bir gün atsan qazanım ki, mən yaxşı görürəm, onunla dərman qəbul olunur.